Sizinlə mənim sizin o boyda dərin münasibətim yoxdur axı. Bu normal Ola da oldu ki. bilməz axı Mehriban, dərin bax, mən burada- münasibət. Ha, Bir düzlükdən dəqiqə başqa olar, heç mən nə ola danışım. bilməz. Prosta mənə xoş gəlməyən bircə kəlmə şey var. Nə idi? Yazdığınızda da Qurana and olsun, bir Allahım şahid Nədir sizə borcluq xoş günü. gəlməyən? Mənə xoş gəlməyən gələndən mənə beləncələ dayanıb Əsla Allah şahiddir ki, Allah şahiddir ki. Allah Mənim yox, sizə- buradakilar şahid. Yox, Mən meyxanadır. bilsəydim birinci onda Bir gəlib də- sizdən icazə alardım. Yox, əsla mənim icazə almaq lazımdır. Yox, siz mənə aqressiya göstərirsiniz. Məndən Allah icazə almaq qabiliyyət lazımdır. göstərmirəm, amma gələndən siz mənə aqressiyalısınız. Yox, estağfurullah. Ha, hər kəs məndən Mənim söhbət sizinlə o boyda edirdi. münasibətim Amma yoxdur. siz keçmişsiniz pərdənin dalını oradan ancaq. Mən Müdaxilə Amma etmək düz ehtiyac da danışmaq yoxdur ona. lazımdır. Ona ehtiyac da yoxdur. Mən o İnanın. Mən çox siz qulaq asmısınız. Bəli. Nə- Necə? Məndən çox siz qulaq asmısınız. Qulaq Yəqin asmamışam. Mənim əzbərləmisiniz. əzbərləməmişəm. Qarşıma çıxıb görmüşəm orada düz eləməyiblər. Mən də etirazımı bildirmişəm. Üstə qalmaqal yaşadın və həm də Ruslan da etirazını sosial şəbəkədən bildirmişdi. Çünki şairlərin sözlərini dəyişmək, çünki bizdə bəzən müğənnilər də götürür. Səndə necə oldu ki, duet oxudun və etirazı özdə söz ustadlarını və mahnını çıxartmadınız. Niyə? Mənim bir dostum var, Pərviz adında. Allah rəhmət eləsin, anasız uşaqdır. Allah İndi rəhmət öz ayağının üstündə duran uşaqdır da. Mən heç nə demədim. Və orada gördüm ki, bu mahnını cover kimi balaca elə, yəni bir nəqarətli mahnı çıxartmışdı. Qayıtdı dedi ki, bir dənə sən oxu, bir dənə mən oxuyum. Bir dənə oxuyanda qayıtdım dedim ki, bu nədir ki beləncə? Dedi ki, Allah rəhmət eləsin. Vüqar Biləcərinin Vüqar sözləri. Biləcərinin sözləridir. Mən də açıq heç çox şey eləmədim, elə oxudum. Oxuyandan sonra... Amma o mahnı Orxan Lökfətanını oxumuşdu əvvəl. Hə, oxuyubdum mən. Açığı Orxanla deyim, Vüqar. Orxanla bu qar açığı deyim, mən heç birisini bilmirəm. Bəli, bəli. Yəni, mən Hə, yalan birisi danışa eyni. bilmərəm. Yəni, mən heç bilmirəm. Orada sözlər də səhv imiş, Gəlin düz baxaq bir imiş. dənə ona. Hazırdır bu video görüntü? Gəlin bir dənə baxaq. Gəlin baxaq, sonra danışacağız ki, fikrin olsun. Buyurun. O qədər günahların var, birdən üzümüzə gəlsən. Məni bağışla ya inan, tanıya bilmədim səni. Məni bağışla ya imam, tanıya bilmədim səni. Ala verdim almadım salam, tanıya bilmədim səni. Sən dəyişmisən yaman, tanıya bilmədim Tamam, səni. tamam. Tamam, tanıya bilmədim. Yəni Orada- tam dəyişmisən də. Siz Orada nə deyir ki, eləmişsiniz? orada deyir ki, imam sözü deyir. Məni bağışla ya imam. Ya Və imam. orada bu qar kupleti Mən- deyəndə Ruslan istəyirəm. buyursun, Ruslan bir dənə açıqlama Duet versin. olduğu üçün orada deyir ki, ya imam. Məndən imam olmaz da, yəni təbii. Ya imam, yox, biz deyirik imam, Allah, imam. Məhəmməd, ya Əli. Biz ya Əli deyəndə dəyişdik. ya ona demirik. Birincisi yar demir axı. Tarix Ya olar bir Əli dənə deyir. açıqlama Buyur, sən verim. deyirəm, buyur. Üzr istəyirəm. Deməli, orada bəlkə kadrda fikir verdinizsə, bu qar o sözü işlətməmişdən qabaq ayağa durdu. Ayağa durdu, orada bir imama müraciət elədi, o ehtiramından irəli gəldi. Və orada imam deyir. Ya imam. Ya imam, tanıya bilməmsən, məni bağışla ya imam. Və o sözü dəyişiblər orada. O Mehriban xanımın oğlanla oxuduğu 3 misra Vüqarın öz orijinal 3 misrası olaraq qalıb. Vüqarın 3 misrası orijinal olaraq qalıb. Axırıncı sözü dəyişiblər ki, məni bağışla, ya inan, belədir də, düzdür, inan. Hədə yəni ya məni bağışla, Ya ya inan. inan. Məndən çox siz qulaq asmısınız. Bəli. Necə? Məndən çox siz qulaq asmısınız. Qulaq Yəqin asmamışam, mənim əzbərləmisiniz. əzbərləməmişəm. Qarşıma çıxıb, görmüşəm, orada düz eləməyiblər. Mən də etirazımı bildirmişəm. Düz eləmisən. Birinci növbədə Vüqarın qardaşı olaraq, Vüqar Bəli. gün dünyada yoxdursa biz Amma mən varıq, Vüqar qardaşları var. bəyin qardaşından həqiqətən icazə almışdım. Yox, Yox, qardaşına icazə icazə verə almamışsın. bilməz. Yox, qardaşından icazə nə mənada? Xəridarı deyil. Bir dənə Bunlar üzr söz istəyirəm. sözlər. Olar Bunların mən qardaşı danışım. başqa sayən adam. Olar mən bir dənə ətraflı izah verir. Xanım, Xaridarı o deyil. o. xanım. Yox, varidat demirəm. Söz xəridarı bu Xanım. insanlardır. Onlar Olar mən etirazı, izah verim. qardaşı başqa Üzr işin istəyirəm. peşəsində. Hər kəs də məni tanıyır, mən hansı düşüncənin yiyəsiyəm. Mən orada etirazımı yazmamışdan qabaq birinci Vüqarın qardaşına zəng vurdum. Dedim, bu məsələdən sənin xəbərin var, yəni bir icazən var buna, sən ona razılıq. O icazə də versəydi belə mən etirazımı bildirəcəkdim. Hala. Amma mən ondan birinci soruşdum. O dedi ki, mən oğlanın nömrəsini tapmışam, yığmışam ki, bu nədə eləmişsiniz? Deyir, o da qaldı ki, biz Şıx elədi sadəcə, də, mənə yox, ona dedi, da. biz sadəcə YouTube üçün elə belə oxumuşuq onu. Olmaz. Mən də ondan sonra o desə də belə mən etirazımı bildirdim. Nə üçün? Bunu bildirəcəm. Meyxanadır yəni. Mən Meyxanadır. bilsəydim birinci onda Bir gəlib də- sizdən icazə alardım. Yox, əsla mənim icazə almaq lazımdır. Yox, siz mənə aqressiya göstərirsiniz. Məndən Allah icazə almaq qabiliyyət lazımdır. göstərmirəm, amma gələndən siz mənə aqressiyalısınız. Yox, estağfurullah. Ha, hər kəs məndən Mənim söhbət sizinlə o boyda edirdi. münasibətim Amma siz yoxdur. keçmişsiniz pərdənin dalını oradan ancaq Mənim danışırsınız. sizinlə, mənim üzümə də sizinlə o boyda baxmırsınız. dərin münasibətim yoxdur axı. Bu Yox, normal ola oldu da ki, bilməz axı Mehriban, dərin bax, mən burada münasibət. müdaxilə Amma edəcəm. düz Ehtiyac da yoxdur danışmaq ona, ona lazımdır. ehtiyac da yoxdur. Mən o yorumu görmüşdüm, cavab da yazmamışdım. Ne üçün? Bilirdim səhvəm deyə ona görə cavab Allah yazmamışam. köməyiniz olsun. Mən Mehriban heç- xanım, mən sizə yalan ola bilsin mənim danışaram. sözüm xoş gəlmir. Məndən əlavə Mənə Allah heç bir şey Yox, üzr xoş gəl. istəyirəm. Mən
mənə Üzr ümumiyyətlə istəyirəm. heç bir şey dünyada Bir düzlükdən dəqiqə olar, başqa mən iş bir ola dənə bilməz. danışım. Prosta mənə xoş gəlməyən bircə kəlmə şey var. Nə idi? Yazdığınızda da Qurana and olsun. Bir Allahım şahid Nədir sizə borcluq xoş günü. gəlməyən? Mənə xoş gəlməyən gələndən mənə beləncələ dayanıb Əsla, Allah şahiddir ki, Allah şahiddir ki. Allah Mənim yox, sizə- buradakılar şahid. Yo, ən böyük şahid Allah Allah. şahid hər yerdə. Allah Ən göydədir. Yo, yo, Allah hər şeyi yerdə qarşılar. Allah şahid. göydə, Hə. Allah hər yerdədir. Ola bilər həyəcanlı. Allah hər yerdədir. Və Həyəcandan. Bax, və biz Allahdan həyəcan böyük deyilik. şahid yoxdur. Sən yedim, Yox, estağfurullah, mən Sən bir aqressiv- söz deyim, İroniyalı mən insan. dinləyim. Mehriban xanım, Ruslan yazıb ki oradakı mahnını sildim. çox bərbad Üzr oxumuşsun. istəyirəm. O sənin xətribə deyil. üzr Valla istəyirəm. gördüm səhv eləmişəm, sildim. Üzr Və istəyirəm. görsün. Yo, YouTube'da da ayağımızın yoxdur. səhvi var. TikTok'da, Mehriban xanım. TikTok'daydı,